Xarici ölkədə, yəni Avropada mən hal-hazırda shopping elədim. Aldığım mağazada müəyyən məbləğdən sonra deyə bilərsiniz ki, mənə tax free verin. Yəni ki, ƏDV-ni qaytarmaq istəyirəm. Yəni mən bu Avropada xərclədiyim ƏDV-ni bizə geri verə bilirlər Avropa ölkələri və dünyanın bir çox ölkələri, hətta Türkiyədə də və s. Bu üsul necə olur? Alırıq mağazadan bir şey, onlar bizə çeki bu şəkildə verirlər. Yəni adi çek deyil, ƏDV çeki, xüsusi belə paketdə olur. Global Blue adında belə bir sistemdir. Gəlirsiniz aeroporta, çıxanına Avropa Birliyində. Mən İtaliyada hətta almışdım. Amma indi çıxıram İspaniyadan çölə çıxıram Avropadan. Gəlib burada bu çeki verirəm burada. Mənim çekimə baxdılar. Aldığım məhsula baxdılar. Ayaqqabı almışdım. Baxın belə bir minik. Bu məhsula baxdılar. Üstə peçat vurdular ki, okey, təsdiqləndi. Sonra bu çekin üzərinə mən öz kart detallarımı yazdım. Avro detal olmalıdır, avro kartı. Daxil edirəm və ondan sonra dedilər ki, gəlin bunu bu qutuya atın. İndi gəlmişəm bu qutuya bunu atacağım. Ondan sonra da inşallah paramız gələcək bizim kartımıza. Oy, gülmür. Aha. Bye. Getdi.